Piri Reis'in 1513-cü ildə çəkdiyi bu dünya xəritəsinə baxın. Hər şey yerli yerindədir. Afrika, Amerika. Amma xəritənin ən alt hissəsində elə bir detal var ki, hələ də tarixçilər və elm dünyasını mübahisəyə sövq edir. Orada Antarktidanın sahil xətti görünür. Amma bir problem var. Antarktida rəsmi olaraq yalnız 300 il sonra kəşf edilib. Bəs Piri Reis bunu necə bilirdi? 1929-cu ildə Topkapı sarayında tapılan bu xəritə o dövrün ən böyük tapmacası oldu. Bəzi nəzəriyyəçilər, xüsusən Charles Hapgood iddia edirdi ki, bu xəritə buzla örtülməmiş Antarktidanı göstərir. Hətta bunu itmiş Atlantida və ya qədim sivilizasiyaların texnologiyası ilə əlaqələndirənlər oldu. Bir çoxları bunu tarixin gizli qalan sirlərindən biri adlandırır. Amma gəlin biraz dərindən baxaq. Piri Reis özü də etiraf edirdi ki, o bu xəritəni sıfırdan çəkməyib. O, Kolumbun və digər dənizçilərin itmiş xəritələrini toplayıb bir araya gətirib. Bəs o sahil xətti nədir? Əslində bu çox güman ki, Cənubi Amerikanın sahilidir. O dövrdə uzunluğu və genişliyi dəqiq ölçəcək texnologiya yox idi. Dənizçilər məsafələri bir-birinə birləşdirəndə xəritə bəzən belə qəribə formalara düşürdü. Yəni bu itmiş sivilizasiyanın xəritəsi yox, 16-cı əsr dənizçisinin əlindəki məhdud imkanlarla yaratdığı bir xəritə idi. Sizcə, keçmişin sirli görünməsi tarixin özündən yoxsa bizim ona baxışımızdan qaynaqlanır? Fikirlərinizi aşağıda bölüşün və belə qaranlıq məqamlara işıq salmaq üçün kanalımıza abunə olun.